Uşaqlarda dəri altında olan kistlər və törəmələr, bunlar yağ toxumasından və birləşdirici toxumadan dermoid kist dediyimiz dermoid toxumadan yaranan bir kistlərdir. Bunlar ən çox kürək nahiyəsində, yumuşaq pi toxuması harda çox olduğu nahiyədə, bəzən gluteus nahiyəsində. Dermoid kistlər isə üz, qaş, göz bölgələrində, üzün yan tərəfində, qulaq dibində formalaşa bilir. Dermoid kistlərin yaradan səbəblər bunlar pi toxumasının ifrazının hansı ki vəzlərin ifrazının pozulması nəticəsindədir ki, dərimiz axa bilmir, onun axacağı tutulur və içəridə pi toxuması yığılaraq bu kisti yaradır. Bu ən çox tükün kökündən və ya digər yerlərdən baş verə bilir ki, və valideynlər ən çox narahat edən ki, bunlar bədləşə bilirmi? Xeyr, dermoid kistlər heç vaxt bədləşə bilmir, dəri altında olan kistlər. Sadəcə cərrahi olaraq götürülməsi hər zaman tövsiyə olunur. Pi toxumasına yaranan kistlər isə lipomalar deyirlər ki, bunlar ən çox pi toxuması olan yerdədir və pi toxuması sıxlığının həddindən çox artması nəticəsində baş verir. Bəzən kapsulalı şəkildə ayrı bir şəkildə yerləşir, bəzən isə kapsulası şəkildə yayılmış olur. Əlbəttə, bütün bu kistlər gözə çarpacaq dərəcədə böyüdüyü olduğu halda və uşağın hansısa bir bölgəsində estetik görünüşü pozduğu halda mütləq şəkildə cərrahi müdaxilə olunaraq götürülməsi tövsiyə olunur və valideynlər ən çox narahat edən bunlar yenə deyirəm, bədxassəli ola bilirmi? Xeyr, bədxassəli deyillər. Təşəkkür.